Salam, vaxtınız xeyirli olsun değerli izleyiciler. Bəli, Sumqayıt şəhərində molun açılışında Turhan bəy konsert keçirildi. Məhz konsert zamanı Turhan bəyin fanatlarına qarşı, insanlara qarşı köbud davranması, agresiv davranması, hay-haşır salması, qışqırması bu təbii ki, cəmiyyət tərəfindən istər ictimaiyyət arasında bir mənalı olaraq qarşılanmadı, haqlı narazılığa səbəb oldu. Mən buradan Turhan bəyə demək istəyirəm. Turhan bəy, birincisi sizə o səlahiyyət verilməyib ki, o tonda danışıb, qışqırmaq, köbudcəsində davranmaq, agresiv hərəkətlər eləmək, sizə bu səlahiyyət verilməyib. Ama bir şey unutmak lazım değil ki, sizin qışqırdığınız o insanlar ki var, eyni zamanda az qalıb ora mühafizə briqadası çağırması, hörmətsizlik elədiniz. O insanlara hesabına siz o zirvəyə qalxmışsınız. Yəni onu unutmaq lazım deyil. Yəni ki, bugünkü gündə siz bu insanlara bu cür qarşılıq verdiniz. Sizə çox sağ ol deyirəm bu öz yerində. Qaldı ki, Nazilə xanım görürəm ki, əsassız yerdə də Turhan bəyə burada bəraət qazandırmağa çalışır. Bu səhnə onundur. Təbii ki, Nazilə xanım bu səhnəni orada fanatlar götürüb evinə aparan deyildi. Təbii ki, onundur. Deyilən tərzlər də var. Onu başqa bir yolla da eləyərdilər. Amma bu hörmətsizlik edir. Ama Nazilə xanım, sizə də bir söz demək istəyirəm. Bir anlıq o insanların yerinə siz özünüzü hesab edin. Sizə qarşı bu cür köbud və agresiv danışıq tərzlər olsaydı, siz də reaksiya verərdiniz və nə edərdiniz? Xahiş edirəm, mənim bu sualıma da lakoni şəkildə cavab verərdiniz.